Bir daha salamlayıram. Deməli, növbəti sınav imtahanı izahlanır. Həmin sınav imtahanında deməli, digər sınav imtahanları, yəni digər videolar ki, əvvəl nisbətən bir neçə fərqli suallar qarşısına çıxacaq. Həmin sualların mütləq şəkildə əvvəl qeyd etdiyimiz kimi zamanların, qeydiyyatların, qaydaların mütləq şəkildə qeyd edin və həmin sualları mümkün qədər daha deməli, diqqətlə izləyərək lazım qeydləri götürün. Sualımızın ilk hissəsində deməli, sualımız belədir ki, A-nın çoxluğu, B-nin çoxluğu elementləri verib və verilən ifadəni tapdırır. Əvvəlcə birləşməsində baxın. Birləşməsi odur ki, birində olsun, digərində olmaz. Yəni 2 burada var deyə təkrardan götürülür. 2, 4, 8, 3, 6 bunların birləşməsi. A ilə B-nin fərqinə dikkat edin. A ilə B-nin fərqi A-da olsun, B-də olmasın. 2 burada var deyə götürülür. 4, 8. 4, 8. Şimdi bizden istediği nədir? Birinci götürdüğümüz ifade yani 2, 3, 4, 6, 8 elementlerden burada olsun, aşağıda olmasın. 4 ve 8'i götürsün. 2, 3, 6 doğru cevabımız A yazılır. Növbəti sualda təmini həll edilir. Təmini həll edərkən etmək lazımdır. Növbəti daxilin ifadəni vurur 10x plus 30 üzərindən əlavə edilir 12 bərabər 12x plus 22 plus 27. 10x 12x bir tərəfi keçir sadələşdirsə fərqini tapır 2x eləyir. Toplasaq 42, 0, 49. 2x bərabər olur mənfi 7, x-in qiyməti olsa mənfi sonunda 5. Evet. Aşağıdakilerden hansı doğru değil? Mənfiləri bir-birinə bölündü, cavab müsbət edir. 12'ye bölüşdə 5 cavabımız doğrudur. Mənfi müsbətə bölünür. Mənfi ilə mənfi 15 5'e bölündü 3 doğrudur. Mənfi mənfi bölündüyünə müsbət olmaz, ama cavab mənfi edir. Ona göre doğru cavabımız 21 var. Növbəti sual. Bizə verilişi verilen təliyin köklərinin natural edilər olduğunu bilərək, K-nın mümkün qiymətlərini tapın. Burada kök deyəndə x-i nəzərdə tutun, diqqət edən burada. Əsas sizə lazım olacaq qaydalardan yeni deyək. Bir ifadənin tərkibində bir neçə, əsasda tərkiblərin tərkibində bir neçə hərf iştirak edirsə, bu hərflərin hamısı dəyişən demək deyil. Və diqqətlə bulasın. Deməli, bizə verilən tərkiblərdə mesela burada gösterildiği kimi 2 tane hərf iştirak edir. Biri K-dır, biri X-dir. Doğru mu? Bunların hər ikisi dəyişən məhsul deyil. Yaxşı, bəs biri nədir, digəri nədir? Burada məhsul, yəni dəyişən qismində X iştirak edir. Təbliğin kökü X-in aldığı qiymətlərdir. Yaxşı? Amma K isə sadəcə hərf kimi iştirak edir. Bu hərfə dəyişən deyil, parametr deyilir. Deyilir burada. X oldu dəyişən və yaxud məhsul. Həmin bu X-in tapdığı qiymətləri biz təmin kökü deyirik. Yəni burada qeyd edək, kökdür. K isə parametr. Yaxşı, bəs parametr nə ifadə edir? Parametr verilən ifadələrdə hərf olaraq müəyyən bir ədədi ifadə edir, müəyyən bir ədədi göstərir. Yəni orada K-nın yerində harası bir ədəd yazılmalıdır. Məsələn, 3x bərabər 15 olanda 3-ün yerində arxa burada K şəklində. Bizə deyir ki, K-nın mümkün qiymətlərini tap ki, təmin kökün natural ədədlər olsun. Yəni, təmin kökü X-i tapsam, 4 bölünsün K şəklində yazmalıyam. K-ya elə də verməliyim ki, 4-ü həmin ədədə böləndə natural ədəd alınır. Buradakı sözsüz ki, 1, 2, 4 ədədlərdir. Növbəti. Funksiya verilir. Funksiyada deməli, X-in bütün qiymətləri məlum olduğu halda B-ni tapmaq lazım. Buradan B-ni tapsaq, 1 minus 4x olmalı. Y-in qiyməti 14,7 çıxılsın 4 vurulsun. X-in qiyməti sonunda 5. 4'ü sonunda 5'e vurulsan 14, 6 sayı fərqli 0,7. Devam. Berabersizlik ödəyəsi ən böyük natural ədədlə ən kiçik natural ədədin fərqini tapın. Birincisi, bu berabersizlik sağ tərəfin fərqini tapsa olacaq 41. Sağa keçirəndə 3'ü 4x kiçik olur 44. X kiçik olacaq böləndə 11. 11'den kiçik. Ən böyük qiymət 10'dur. Bizdən ən kiçik qiymətin fərqi. Yəni daha doğrusu 1 götürür ən kiçik qiyməti. Natural hərdən söhbət edir.
Ondan 1,9 eləyir, doğru cavab 0. Növbəti sualdır. Qonşu bucaqlardan biri o-birinin 52 dərəcə böyük. Qonşu bucaqları göstərsək, indi x desək, o-biri olacaq. X plus 52 dərəcə. Sözsüz ki, burada böyük bucağı axtaranda əvvəlcə x-i taparıq. İkisinin cəmi, qonşu bucaqların cəmi xəstəsindən görə bizə 180-i verir. 180-i 52 çıxır 2-yə bölürük. X-in qiymətini tapırıq. Necə gedir? 180-i 52 çıxsa 128. 2-yə bölsək 64. Kiçiyi 64'ü dikkat edin. Bizden böyle istedim. Böyle 64'e 2'ye vurup soracağımız 128. Növbəti aşağıdaki təkliflərdən neçəsi doğrudur? Çevre ilə düz xətt kəsişlikdə çevre ilə düz xəttdən 2 orta nöqtəsi olur. Doğrudan da kəsişmə halında 2 dənə orta nöqtə yaranır. Qarşılıqlı bucaqlar bərabərdir bu aksiyonlardan birisi. Daha doğrusu qaydalardan biri ki, əgər 2 dənə düz xətt kəsişirsə qarşı-qarşıya duran bucaqlar bərabər olur. Sonra orta nöqtəsi olmayan düz xəttlərə paralel düz xəttlər deyilir. Perpendikulär deyil. Bu yanlışdır. Çevrənin böyük nöbətləri diametrdir, yəni radiusdur, bu da yanlışdır. Deməli, doğru cavabımız ikisidir. Birincidir, ikincidir. Cavab A var. Deməli, koordinat hissəsində qeyd olunmuş nöqtəsindən koordinat topuna paralel düzxət hansı nöqtə kəsir. Yəni, diqqət edək. 2 -5 nöqtəsi götürək, x-i 2 götürək, y-i -5 nöqtəsi olsun. Nöqtə buradadır, A nöqtəsi. A nöqtəsindən koordinat topu. Koordinat dediyi y qoxudur. Y qoxuna paralel bir xətt çəkilir. Həmin çəkdiyimiz paralel xətt aksis toxuna hansı nöqtə kəsir? Aksis dediyi x-in qiyməti. X hansı nöqtə kəsir? 2 nöqtəsi. Deməli, bizim doğru cavabımız olacaq. X-i 2, y-i xəttin üzərində olduğuna görə 0, yəni B variantı. Verilmiş kəsirlərdən hansı əksizdir? Deməli, biz bununla bağlı izah vermişdik. Deməli, bu kəsirlərlə bağlı izah vermişdik ki, əgər bizə verilən kəsirlər düzgün kəsirlər olarsa, diqqət edin, düzgün kəsirlər olarsa və hər bir kəsirdə sürət ilə məxrəc arasındakı fərq eyni olarsa, diqqət edin, 2 var, 2 var, 2 var və digər 2 var. Hər bir məxrəc ilə sürət arasında 2 var fərq var və bizə verilən kəsirlər düzgün kəsirlərdir. Düzgün olmayanlar üçün başqa qayda. Düzgün kəsirlərdə fərq eynidirsə nə baş verirdi? Ən kiçik tapanda ədədləri ən kiçik olanı götürürsün. Yəni A variantı. Yox, əgər düzgün olmayan olsaydı, amma fərqlər bərabər olsaydı, onda ən kiçik tapanda rəqəmləri böyük olanı götürəcəksiniz. Amma sözsüz ki, orada tərsən olacaqdır. 36-38 kimi. Yəni burada A variantı. Növbəti sualda x-dən eyni tərsinin tənasib kəmiyyətlər. Tərsinin tənasib kəmiyyətlərdə demək ki, bərabər qavransın x şəklində bir durumumuz olur. X-in qiyməti 7, y2 olanda üst durumunu yazın. Biz x-in yerinə 7, y-nin yerinə 2 yazanda kanunu tapmaq istəsək, x vur, y şəklində olur, 7-ni 2-yə vurur, 14. Doğrudur? Yəni bizim düz durumumuz y bərabər 14 bölünsün x şəklində olmalıdır və C variantı. Gəldik növbəti sualımıza. Şəkil əsasən x-in qiymətini tapıb qarşılıqlı bucaqlar. Qarşılıqlı bucaqların xassəsi onların bərabər olması. Bərabər edərkən neydi? Deməli, bunları biz bərabər yazaq, olacaq 5x minus 2x, yəni 3x. Onu sol tərəfə keçirəndə 53 ilə 10 toplayanda 63 eləyir. X-in qiyməti 21. X-i istədiyinə görə cavab 21 A variantı. Deməli, növbəti sual elədik. 90'ın 15% ilə 40% 24 olan ədədin cəmini tapın. 90'ın 15%'ini tapamak 90'ın 15'e vurur 100'e bölmelidir. Doğru mu? 90'ın 15'e vurur 100'e bölseydi doğru cevabımız neyse olacak. Sıfırları götürdük. Doğru. Sonra 9'u 15'e vurur. 50, 9, 45, 13, 15. Ona bölümde 13, 15. Yani 135 ona bölüm. Sonra 40% 24 olan ədəd tapandı. 24'ü 100'e vurur. 40'a bölür. Bu ise neçə verəcək?
60. Doğrudur. Bunların cəmi istəyir 60 ile 10.5'in cəmi 70.5. A çoxluğun elementləri 24'ün bölənləri. Yəni 24'ün bölənləri qeydilər. Şərt bir şey deyək sonra. Yazı göstərim sonra qısa formasını deyək. 24'ün bölənləri. 1, 2, 3, 4, 6, 8, 12, Teşekkür. Deməli bu A. B'nin çoxluğunu yazıb 18'in bölənləri. 2, 3, 6, 9, Doğru. Bizə bunların kəsişməsini istəyir, hər ikisində olanlar. Deməli 1, 2, 3, 6 barımızdır. Başqası yox. Elementlərin sayısı nə qədər olacaq? 4 dənə. Yaxşı. Yəni bunların daha qısa formasını göstərir. Məsələn, elə bir 3 rəqəmli və yaxud da ki, daha böyük həcmli rəqəmlər verərsə, bizə bunların ortaq kəsişməsini soruşarsa, bizim tək-tək yazıb hesablamamız daha uzun. Yəni vaxtımız aparacaq. Nə etməli? Nə etməli? Birincisi, EBOB yazılmalı. 18 ve 20. Yazım EBOB'dan tapdığım cavab 6. Neden? 6'nın natural bölenlerinin sayını tapsın. Veya küçük bölenlerinin sayını tapsın. Yani biz natural değiliz çünkü bunun tam nörsü da var. Yani mertler de var. 6'nın natural bölenlerinin tanısı vardır. 500. Hemen edildiler. Yani 4 tane. Kısaca EBOB'un natural bölenlerinin sayını tapılması bize bir başa doğru cevabı verir. Nömrəli suallar. İfadəsinin əmsalı ilə digər ifadənin əmsalının cəmini tapın. Burada əmsal dediyi ədədlərin hasıdır. 12 3 2 oranı eləyəcək 8. İkinci ifadədə 36 mənfi 2 üstəlik. 36 3 oranı 12 mənfi 2 olursa mənfi 24. Doğru mu? Bunların cəmini axtarırsa doğru cavabımız mənfi 16. Yəni D var. Deməli, kanun hansı qiymətində tənliyin kökü sorulur? Yəni, qeyd edirəm ki, tənliyin kökü dediyi bizdə ən çox və çox x götürülür. Bəli. Sən x götürülür. Bəli. Sən hərf olaraq, yəni x-in deyil, k-nı yazıb hesablamısın. Yaxşı. Bizim burada yenə deyirəm, diqqət edilməsi istənədir. Tənliyin kökü dediyi x-dir. Yəni, məcbur dediyi x hərfi ilə göstərir. Sadəcə burada x olaraq göstərir. Çünki k burada hər hansı bir parametr göstərir. Yaxşı, bəs nə etməli? X-in yerinə 3 yazır. 2k bərabər olur 7 çıxı üstü. K-nın qiyməti 2. D var. Növbəti sual. Bərabərsizliyin həlli olan ən böyük tam ədəd tapın. Mənfi x-in sola keçirsə, olacaq toplayanlar 4x, 10,19'dan 2,19 ise 8, x 2'den kiçik. 2'den kiçik en böyük tam ədəd tapın, o da değil. 2 yapmış. Növbəti sualda inşallah dikkat edip elə bir deməli şəkildə o k-nın qiymətini 12 verir. Burası 12'dir. Sonra o a'nın 8 yeriz. O'dan a'ya kadar 8, yani radius 8'dir, o b de 8'dir. S'den o'ya kadar mesafe de 8'dir. 12'den 8 ise k'dan s'ye kadar mesafe 4'dür. Bize istediği s'k. S'k mesafesiyle 4'dür. Üzerine ilave edip o1, o1'deki radiusu 8'dir. Toplasa yine cevap en iyi. Yani açını alır. Növbəti sual qarşılıqlı sualların cəmi 200. Qarşılıqlı sualların xəstəsi bunların bərabər olması. Cəmi 200 götürülməsi. 20 qaparçı 2 242 yazılırsa 20 cavabımız 120. Hədim və yəni doğruda D var. Növbəti sual var. Hesablayın. Mənfi 10,5'in modunu tapanda müsbət 10,5. Mənfi 2,5'in kvadratı bizə mənfi artıq müsbətə çevirəcək. 2,5'in kvadratı 6'dan 125'in. Növbəti, mənfi kubu mənfi 27 edir. Modulda elə müsbət 12,5 edəcək. Bunları hesablasaq, onun cavabımız deməli. 3 müsbət bir mənfi olduğunu görə cavabımız mənfidir. Sadələşdirsək, 4'də 1 alınır. A var. Sadələşdirin. Olur mu? Olur.
Deməli, biraz aşağı indiniz yanılmaz. Bu verginin sürekli makarası vize var. Vize olursa ne olacak? Yukarıda olacak 135 vurulsun 600 arasında vize yok. Ona burada 135 olacak, 125 olacak. Bu alttan 125. Menfi 27 vurulsun 125. 27'ye bölsek 5 defa düşürdü yani. Yani bunu alttan 125. Alttan 125'i 125'e bölsek yani böyle yapılan bunu sağlığı göstermek için. 625 bölsek sıfırdan 150 yazın. 625'i 125'e bölsek bu da 5. Doğru mu? 5'i 5'e vursa 25, sıfırdan 150'ye vursa sıfırdan 125 karşısında menfi var. Bu da bize menfi gösteriyor. Növbəti nöqtələrin neçəsi dördüncü üzrə yerləşir? Dördüncü yerləşməsi üçün x-ların müsbət olmalı, y-lərin mənfi olmalı. Diqqətdə x-i mənfi də olmaz, mənfi də olmaz, müsbət olar, olar. Götürək. Ama y-lər Y-lər diqqətə bu da olmaz, çünki bu birinci üründür. Digərlər olar, 2-3 dənə. K, L, T. Qonşu bucaqlar 3-7 nisbətindədir. Bucaqlardan kiçiyini tapın. Qonşu bucaqların fasiləsinə görə cəmi 180 olmalıdır. 3K, 7K götürsək cəmi 180, eləcə 10K-nın qiyməti 180. K-nın qiymətini aparsaq 18. Kiçiyini istəyir 18-ə vururuq, cavabımız 54. Yəni B olur. Her zaman kişidir uşaqlar. Tənasüb. Tənasübün də doğru olduğu vaxt yoxlamaq üçün etməli çatmasın. Və yaxud da ki, məhsul verilərsə məhsul qiymətini tapmaq misafirdir. Çarpazı olsa 5x minus 15 olur. Bərabər 3x minus 3 olur. 5x-dən 3x çıxsa 2x. Mənfi 3-dən 15-sə mənfi 18. X-in qiyməti mənfi 18 2 bölür. Doğru cavab mənfi 4. Üç qardaş 250 manatdır, ortancıl qardaş, kiçik qardaşın 10 manat çox. Böyük qardaşdan 8 manat az olur şəkildə böldürür. Sən diqqət edək, bu birinci qardaş, ikinci, üçüncü qardaş. Ortancıl qardaş, kiçik qardaşdan 10 manat çoxdur. Deməli, kiçiyə x desək, ortancıl 10 manat çoxdur. X gibi son olur. Sonra nə deyək? Böyük qardaşdan 8 manat azdır. Deməli, bu üçüncüdən 8 manat azdırsa, üçüncü x gibi son 8 deyərlər. Və bunların üçünü cəmi 250 olaraq götürür. Toplasaq 3x plus 28 250 olur. 3x'in qiyməti 250-dən 28 çıxmalı. Neçə 222. 222-ni 3-ə bölsək 74. Bizə istədiyi nədir? Kiçik qardaşa neçə manat pul düşür? 74. Alır. Böyük qardaş, deməli, ortancıl qardaş. Kiçikdən 10 manat çoxdur, yəni ortancıl, kiçikdən 10 manat çoxdur. Amma böyük qardaşın 8 manat alır. Böyüsün, bundan da 8 manat əlavədir, yəni. Böyükdən 8 çıxaraq ortancıl alsaq, həmin büyük manat verir. Üçünü toplayır da, təngə həll edirsin. Növbəti suallar. AK'nın məsafəsini 3 verir. Sonra KB'ni 8 verir. Dikkat edin, burası 8. Növbəti SK 4'e bərabərdir. SK məsafəsi 4'e bərabərdir. Bizdən istədiyi SD'nin uzunluğu. Deməli, biz KB'nin uzunluğunu tapıb, sonra x ilə 4'ün, yəni KD məsafəsini, SC məsafəsini toplayıb, bunu SD'ni tapıb. SK ilə KD'ni toplayıb, SD'ni alabilir. Çevrə daxili iki vətənin kəsişməsinin xassəsi belədir ki, onların böldüyü hansıların hansıları bərabər olur. 4'ü x alırıq, tapdığın cavab 308 olanda tapdığın cavaba bərabər olmalı. Yəni 24 x-in qiymətini alır. Burada x-in qiymətini 6 yazsam, 6 plus 4 olacaq 10. Yəni C var. Bu sorularımız teşekkür.
Deməli, bugünkü sınavın da izahları bu qədər. Hər neysə uğurlar deyil. İnşallah növbəti sınavlarda görüşənə qədər diqqətli olmaqlı və buradakı yeni qaydaları qeyd edərək təkrar həmin qaydaları ispat etməyi unutmayın. Uğurlar deyil, növbəti izahlarda görüşənə qədər.